Sən heç vaxt məni başa düşmürsən. Sən həmişə özünü düşünürsən. Sən hər yerə gecikirsən. Sən heç vaxt dərs oxumursan. Psixologiyada düşüncə xətalarından biri məsələləri ümumiləşdirməkdir. Bir xəta bir dəfə, 3 dəfə, 5 dəfə baş verib deyə həmin adama deyir ki, sən həmişə beləsən və ya sən heç vaxt bunu düzgün yerinə yetirmirsən. Düzdür, bəlkə də neçə dəfə bu olub, amma olmayan dəfələri görməzdən gəlir və məsələləri ümumiləşdirmək böyük davalara səbəb ola bilər. Təsəvvür eləyin, bir nəfər bunu eşitdiyi zaman deyir ki, axı mən həmişə belə olmamışam və bu mənə olan haqsızlıqdır. Bütün aqressiyasıyla başlayır özünü müdafiə eləməyə. Həmin adam da əsəbi olduğu üçün düşünə bilmir ki, həmin o söz qarşı tərəfin bütün sinir sistemini çökürtdü. Adətən elə tanınırlar ki, güya bunlara yaxşılıq yoxdur. Çünki sən zaten buna neynəsən, bu sabah dünəni unudacaq və sənə deyəcək ki, sən heç vaxt bunu eləmirsən. Halbuki sən onu demək istəmədin. Sənin məqsədin onu deyəndə o deyil idi ki, sənin elədiyin yaxşılıqları unutmuşam. Amma qarşı tərəf onu elə anlayacaq və başlayacaq keçmişini müdafiə eləməyə. Əslində sənin problemin də həll olmayacaq. Çünki onun fikri getdi keçmişə və söhbət dəyişdi, qarışdı. Həmişə və heç vaxt sözlərindən istifadə etmək həm valideyn və övlad münasibətlərini korlayır, həm də cütlüklər arasında soyuqluğa səbəb olur.